İzləyicilər, bugün sizə növbəti təxvil verdiyimiz yataq otağı mebelini təqdim etmək istəyirəm. Burada əsas göstərmək istədiyim bu təqdim olunan sahədən maksimum yararlanmağa çalışmışıq. Onu sizə təqdim etmək, göstərmək istəyirəm. Dolab yüksək olduğu üçün bu hissədə xüsusi mexanizmlərdən istifadə olunub asılqanlar üçün rahat yararlı istifadə etmək üçün bu mexanizmdən istifadə etmişik. Üst hissələrdə də aksesuarlı kosmetik ləvazimatlardan qoymaq üçün yerlər hazırlanıb. Termonu sizə xüsusi qeyd etmək istərdim. Termo da dolabın davamı kimi gedir. Ümumi materialımız bizim istifadə etdiyimiz dolabda bu yataq otağı mebelində MDF membran materialdır. Ağac teksturasından istifadə olunub burada. Bu hissədə bizim termomuz var. Açıldıqda bu içərisindən həm kosmetik vasitələri qoymaq üçün istifadə etmək olur, həm güzgüsü istifadə etmək olur. Minimal yer tutur və maksimum faydalıdır. Bu hissələrdə çəkməcələrimiz var çox sayda. Dediyimiz kimi bu mebeldə biz maksimum yerlərdən faydalanmağa çalışmışıq. Bu hissəmizdə göstərmək istərdim sizə. Burada dolabın yan hissəsində həm boy güzgü kimi istifadə etmək üçün güzgülü profil qapaqlarından istifadə olunubdur. Bunun həmçinin içəri hissəsində də çantalar üçün xüsusi bir yer hazırlanmışdır. Fərnislərinə uyğun olaraq. Yatağı sizə təqdim etmək istərdim. Biz burada yenə sahədən faydalı istifadə etmək üçün yatağı girişdən sol hissəyə yerləşdirdik. O hissədə isə divar ölçüsü bizdə 209 cm-dir, yəni 2 metrdən biraz çox idi. Ona görə həm 2 tumbuçka, həm də yataq özünü yerləşdirmək üçün buradan maksimum faydalı istifadə etmişik. Burada həm çəkməcəsi var. İki hissədə də burada yenə ağac teksturasından istifadə olunubdur. MDF-dir bu hissələrdə hamısı. Həmçinin yatağın alt hissəsində burada həm bazalı yataq, bu hissədə də yenə də çəkməcələr yerləşdirmişik. Burada əşyaları yerləşdirmək mümkündür. Bu yataq otağı mebelində qeyd etdiyim kimi minimum yerdən maksimum faydalanmağa çalışmışıq və maksimum saxlanış yerləri, maksimum rahatlıq və gördüyünüz kimi də yəni bu qədər saxlanış yerləri, bu qədər əşyalar yerləşməyə baxmayaraq da ərazimizdə yenə qalıb boşluqlar var. Rahat istifadə etmək mümkündür bu mebeldən.